Hər kəsə salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Torpaq yenə dilə gəlib, əkib suladığımız toxumlar bu günlərimi bar verib. Bu gördüyünüz məhsullar zəhmətin, səbrin cavabıdır. Torpaq səssizdir, danışmaz. Ancaq bir ovuc toxumla, biraz suyla, alın təri ilə o da danışmağa başlayar. Bu məhsullar sadəcə tərəvəz deyil. Hər biri torpağa tökülən alın tərinin, zəhmətin bəhrəsidir. Bu məhsulları süfrəmizdə görəndə bəlkə də dərk etmirik. Məhsullar sadəcə yemək deyil, əllərin izidir. Əyilmiş bellərin şahididir. İnsanın torpağa verdiyi sevgi itmir. Torpaq heç zaman unutmur. Tez qarşılığını verir. Bax budur, halal zəhmətin, əziyyətin bəhrəsi. Əziyyətin içində gözəllik var. Bərəkətli olsun hər kəsin süfrəsi. Bağçadan yığdığım lobiyalarla günorta yeməyini hazırlayıram. Günorta yeməyini hazırlayıb qurtardıqdan sonra aşağı düşürəm. Gördüyüm bu mənzərə heç də ürək açan deyildi. Tökülən ərikləri yığıb meyvə şirəsi hazırladım. Balaca oğlum 10 ayındadır. Onun üçün semişka ləpələrini biraz qovurub blenderla doğrayıram. A, E, D, B vitaminləri ilə zəngin olan ləpəni könül rahatlığı ilə övladınıza verə bilərsiniz. Bu cür bankalara töküb saxlamaq olar. İstəsəniz qozu da bu üsulla edə bilərsiniz. Təzəlikdən Instagram səhifəsi açdım. Qısa zamanda 160 takipçi yığmışdım. Paylaşdığım storydə mənə bir belə mesaj gəldi. Bu aralar uşaqlar xəstə olduğu üçün başım uşaqlara qarışmışdı. Burada diqqətsizlik edib səhifəsinə girib araşdırmadım. Instagram takipçimi artırmaq üçün yaxşı bir fürsət olduğunu düşündüm. Heç nəyə inanmayan mən araşdırma etmədən qəbul etdim. Bu xanım yazdıqdan sonra mən qəbul etdim, başqa bir xanım yazdı, pulu ona göndərdim. Hələ də bu cür səhvi necə etdiyimi düşünürəm. İnsanlıq hər kəsin başına gələ bilər. Paylaşıram ki, sizin qarşınıza belə bir şey çıxsa inanmayın. Yazışmaları, səsləri hamısını paylaşacağam. Sadəcə olaraq adlarını qeyd etmirəm. Bunlar elə bir insandırlar ki, adlarını qeyd etsəm də başqa səhifələrdən yenə bu işi davam edəcəklər. Yarışmaya qoşuldum, bu xanım yazdı. Mənə başqa bir xanım da yazdığını dedim. Yazışmaları və səsləri birlikdə dinləyək. Sən başqa bir ailə profili, bir ikinci əl səhifəsi paylaşacaq. Bir də yarışmanın aldıq 500. Başqa səhifəyə sənə heç kəs yazmayacaq, nə heç nə paylaşmayacaq, yox. Burada artıq pulu göndərdim. Paylaşdığım videoları storylərində paylaşmağa başladılar. Takipçilər gəlməyə başladı. Gələn takipçilərə baxanda onların saxta olduğunu hiss elədim. Mən də xanıma yazdım. O isə mənə belə cavab verdi. Salam, hər vaxtınız xeyirli uğurlu olsun inşallah. Necəsiniz? Başa düşmədim, niyə real olmur ki? Məsələn, sizin öz-özünüz səhifənizdə də zaten bizim yarışdan əvvəl də izləyiciləri var idi, elə deyilmi? Baxın, o demək deyil ki, əgər o çox insanı izləyirsə, o bloger deyil. Siz məsəl üçün kənd havası blog səhifəsiniz, elə deyil, siz blogersiniz. Siz gündəlik paylaşımlar eləyirsiniz, postlarınız olur. Amma o normal bir ev xanımıdırsa və yaxud da ki, heç belə işləyir hardasa, amma ki, o işini paylaşmır da, yəni onun işi dövlət işidir və yaxud da ki, heç harada işləmir. Nə bilim, o nəyi paylaşsın ki? Yəni belə deyim də, əgər o bloger deyiliksə, satış səhifəsi deyilsə, nə paylaşsın ki, hər gün sizdə? Yəni o da var da, onu da nəzərə alın. Çünki hamı bloger olmalı, hamı satış səhifəsi olmalı, hamı nə bilim, hansısa bir rayon səhifəsi olmalı və yaxud da hamı nəysə fərqli bir işlə məşğul olmalıdır deyə bir şey yoxdur. Görün necə professional şəkildə yalan danışırlar. Daha sonra biraz keçdikdən sonra gələn takipçiləri bir daha izləyib şəkillərini çəkib ona atdım. Çox əsəbləşmişdim. Həyatımda heç sevmədiyim şey yalan danışmaqdır. Kimsə də mənə yalan danışırsa çox əsəbləşirəm. Burada mənə yarışmada iştirak edib razı olanın videosunu atır. Salam xanım, sabahınız xeyir, necəsiniz? Üzrlü sayın narahat edirəmsə. Yarışmanın nəticəsinə bağlı yazmaq istəyirdim. Mən bu 25 gündən əvvəlki olan yarışa qoşulmuşdum da, yəni yadınızdadırsa. Məndə orada takipçi sayım 48 nəsə belə bir şey idi, 1100 da, yəni dəqiq konkret rəqəm sayıqlı deyil, amma 1000 takipçi sayım 48 nəsə belə bir şey idi, 1100 neçəyə qədər qalxdı da, yəni dəqiq konkret rəqəm sayıqlı deyil. Xanım, valla çıxa bilərsinizsə, çıxmaq istəyirsinizsə çıxın, problem yoxdur. Ana var ya, inanın Allaha, mən elə bir sponsor eşitməmişəm ki, mənə desin ki, sizin yarışdan sonra səhifəm bağlandı, nə bilim səhifəmiz ziyan oldu, nə olmadı. Yəni mən heç kəsənə panel vurmuram, heç hardan izləyici vermirəm, gələn izləyici yarış postundan gəlir. Yəni istəsəz çıxa bilərsiniz, problem deyil. Burada nə var ki, sadəcə takipdən çıxardacaq, gəlməyəcək izləyicisi. O qədər yalan danışırlar ki, mən başqa yarışmacılarla da danışmışam. Onların da qarşısına belə panellər çıxdığını deyir. Mənə də deyir ki, ilk insansınız ki, narazısınız, yəni belə deyirsiniz. Daha demir ki, bəzi yarışmacılar da narazıdır.
Tamam xanım, hər vaxtınız xeyirli, uğurlu olsun. Bu bir. İkincisi, heyf o manatdan mən sizə dedim ki, yarışma işinə görə siz dediniz ki, narazıyam. Dedim buyurun, çıxmaq istəyirsinizsə bu dəqiqə çıxa bilərsiniz. Siz dediniz ki, yox, çıxmıram, elə deyil. Siz mənə sual verdiniz ki, bu izləyici mənim səhifəmə heç bir ziyan eləmir ki, mən indiyə qədər heç bir sponsordan eşitməmişəm ki, bu izləyici onun səhifəsinə nəsə bir ziyan eləsin. Sonra dedi ki, başdan deyin ki, belədir, dolamsınız, elə məni yox, nə bilim, nə uşaqlığı ilə. Mən sizə dedim axı ki, çıxmaq istəyirsiniz, çıxın. Yarış bitməyinə bir neçə gün qaldı. İzləyiciniz tamamlamaqla 150 izləyici qaldı, 1100 izləyiciniz tamamlamaqla. Siz indi birinci siz mənə qarşı qalaya bilməzsiniz, heç bir haqqınız yoxdur. Bir iki aldanandan sonra nə deməkdir bu? Birincisi, siz mənə qarşı gələ bilməzsiniz, çünki sizin haqqınız yoxdur. Mən sizə dedim ki, çıxmaq istəyirsinizsə, buyurun, sərbəst çıxa bilərsiniz yarışdan. Siz burada necə deyim, həbsxana deyilsiniz, müqaviləyə qol çəkməmisiniz, güclü eləməmisiniz. Xoşunuz gəlmir, çıxa bilərsiniz. Burada nə var ki? Baxın, sizə 800-ə yaxın izləyici gəlibdir. Və mən burada yarış bitməyinə 200 izləyiciniz qaldı. Və mən sizə dedim ki, xanım, əgər istəmirsinizsə çıxa bilərsiniz. Mən bu təklifi sizə eləmişəm. İndiyə qədər heç bir narazı sponsor olmuyor. Yəni siz dediniz, mən də dedim ki, mənə məcbur deyil. Çıxmaq istəyirsinizsə çıxa bilərsiniz. Biz zorla sizi saxlamamışıq ki. Mən ona dedim ki, rəsmi şəkildə narazılığımı bildirəcəm. Mən də araşdırma etdim, səhifələrin 100% panel olduğu dəqiqləşdi və panel olduğu haqqda məlumatı özlərinə atdım, pulumu tələb etdim. Müraciətdə mənə gələn cavabları da özlərinə atdım. Vallahi özünüz bilərsiniz, istəyirsiniz inanın, istəyirsiniz inanmayın. Mən nə panel nədir bilirəm. Ya sizdən başqa belə bir sponsorla rastlaşmışam indiyə qədər belə qəribə nələrsə deyilir. Vallahi billahi mən indiyə qədər nə panel vurmamışam, nə panelin nə olduğunu bilirəm. İlk dəfə də sizdən eşidirəm, ilk dəfə də sizdən görürəm. Kartınızı verirəm amma ödənişinizi ödəyirəm. Amma mən də öz əziyyətimin halallığını vermirəm. Çünki mən neçə gündə əziyyət çəkirəm. İndi sizin ola bilər ki, nəsə prinsipiniz olsun, ola bilər kimsə sizin adınızla, kiminsə adı bir olsun, kimsə sizə nəsə şəxsi qərəzliyə dursun. Amma siz Allah, mən sizin kimi problemli insanlardan uzaq olmaq istəyirəm. Zəhmət olmasa kart atın. Ürəyiniz nə istəyir eləyin, 10 manatınızı qaytarın, mən də bunların birinci olsun. Çünki mən problemliyim, siz birinci dediyiniz gün sizə dedim ki, xahiş edirəm çıxın yarışdan. Yəni çıxın ödənişinizi ödəyim. Artıq düzdür 800 izləyici gedib. Zərər yoxdur, ev yox, halal xoşunuz. Sadəcə mən sizin kimi insanlardan uzaq olmaq istəyirəm. Çünki siz adam elə kər atırsınız ki, panel vurursunuz. Niyə deyirəm, hay qız mən sənə paneli vurub. Ayda mən işte o şey təmiz əsəblərimi pozduğunuza inanın Allah əsmə, təmiz. Bu qədər dəqiqləşdirilmiş məlumat atıram. Yenə də boynuna almır ki, göndərdikləri takipçilər paneldir. Bu yazışmadan sonra kartı atdım, ancaq pulu göndərmədi. Daha sonra rəsmi məlumatları özlərinə atdım. Onlar elə bilirlər ki, belə bir işdən pul qazana bilərlər. Ancaq bunu bir dəfə, iki dəfə bilərsən. Daha sonra elə bir insan qarşıma çıxar ki, səni polisə də verə bilər. Rəsmi şəkildə bu xırda dələduzluq sayılır. Belə bir panel səhifələri məni takip etməyə mənə çox böyük ziyan vurur. Instagram bunun panel olduğunu bildikdə videolarımı keşfətə salmır. Bu da mənə takipçi itirməyə səbəb olur. İndi isə onların mənə göndərdiyi takipçiləri bir-bir çıxartmalıyam ki, səhifəmə ziyan olmasın. YouTube-da bir neçə videomun aşağısında bu cür şərh yazılmışdı. Yazdıqlarına görə bir YouTube kanalı var. Onlar sizə temadan 4-3 hədiyyə qazanmanıza kömək edirlər. Mən də sizə məsləhət görürəm ki, elə bir səhifələrə inanmayasınız. Mən Temodan dəfələrlə hədiyyə qazanmışam. Temoda asan şəkildə hədiyyə qazanmağın bir sirri var ki, o da seçdiyiniz məhsulları minimum qiymətdə olmalıdır ki, yeni iştirakçı gətirmədən hədiyyələri qazana biləsiniz. Artıq Temo bu şərtləri də çətinləşdirib. Nə qədər aşağı qiymətə də hədiyyə seçsəniz, çox çətinliklə onu əldə edə bilirsiniz. Məhsuldan məhsula bu dəyişir. İndiki dövrdə dələduzluğun sayı çoxalıbdır. Ona görə məsləhətim odur ki, çox ehtiyatlı olasınız. Temo belə öz səhifələrində dələduzluq haqqında məlumat verir. Mənə xarici nömrələrdən WhatsApp-a dəfələrlə zənglər gəlib. Yaxınlarda gələn zənglərin birini göstərirəm. Əgər sizin də telefonunuza belə bir tanımadığınız zənglər gəlirsə, qətiyyən açmayın və yaxud da sizə atılan tanımadığınız nömrələrdən linklərə daxil olmayın. Əgər o zəngləri atsanız, o linklərə daxil olsanız, sizin telefonunuzun sisteminə girəcəklər və istədikləri hər bir şeyi əldə edə bilərlər. YouTube-da qarşıma bir doktor çıxmışdı. Onun da başına gələn hadisəni danışırdı ki, hansısa bir bank ona zəng eləyir, sanki bank işçisiymiş kimi özünü təqdim edir. Güya doktorun kartından pul çıxardır kimsə. Bunlar da məlumat üçün ona zəng eləyib deyirlər. Güya xəbərdarlıq edirlər. Bu vasitələ onu inandırırlar. Qarşı tərəfdə narahat olduğu üçün kodunu deyir. Kodu deyən kimi avtomatik olaraq oradan pul çıxardırlar. Fərqli yollardan pul oğurlayırlar. Başqa bir tanıdığım doktor var. O da səs yazısı paylaşmışdı. Doktorun iş yoldaşının adından başqa doktorlardan mesaj şəklində pul istəyirlər. Ancaq yazan həmən doktor deyil. Tanış olduqlarına görə bəzən doktorlar pul göndərirlər. Daha sonra üstü açılanda o doktorun istəmədiyi məlum olur. Beləliklə də sübut oluna bilmir. Başda sizə dediyim kimi yad nömrələri açmayın. Sizə göndərilən yad linklərə də daxil olmayın. Yoxsa bu və bunun kimi bir çox dələduzluqlarla qarşılaşa bilərsiniz. Çoxsaylı istəkləri nəzərə alaraq Farmlat oyununa başlamışam. Aşağı qoyacağım linkə daxil olub Farmlat oyununa keçid edə bilərsiniz. Temodan Hat-Trick kampaniyasında 9 dəfə yeni iştirakçı gətirmədən hədiyyələr qazandım. Bir dəfə də yeni iştirakçı gətirib qazanmışdım. İndi isə keçirəm Farmlat oyununa oynamağa. Əslində bu oyunu oynamaq istəmirdim. Sadəcə çoxsaylı istəkləri nəzərə alaraq oynamağa başladım. Oyunun içərisində oyunlar olur, onlara daxil olursunuz, orada su toplayırsınız.
Aldığınız məhsullardan da su götürmək olur. Sonra isə tarlanı sulayırsınız. Hər dəfə tarlanı suladıqda qiyməti aşağı düşür. 0.02 qəpiyə düşdükdə isə artıq qazanırsınız. Uzun və səbir istəyən oyundur. Ancaq dəstək üçün aşağıda kodlarınızı daxil edib bir-birinizə dəstək ola bilərsiniz. Bu oyunda da hədiyyə qazansam videosunu çəkib sizinlə paylaşacağam. Bildiyiniz kimi kanalım çox yenidir. Dəstək üçün abunə olmağı, fikrinizi şərhlərdə mənimlə bölüşməyi unutmayın. Aşağı qoyacağım Instagram səhifəmə də keçid edib takib etsəniz çox sevinərəm. Öncədən təşəkkür edirəm.